İblisin insanda sevdiyi 3 cəhət var. Nəql olunub ki, iblis lənətli öz əskərlərinə dedi: "Əgər mən Adəm övladında 3 şeydə möhkəm nüfuz edib hakim olsam, ondan sonra nə edərsə etsin vecimə də deyir. Çünki ondan qəbul olunmaz." Yəni bu 3 şeydə Adəm övladına hakim ola bilsə, artıq bu Adəm övladının yaxşı əməllər etməsi iblisi narahat etməz. Çünki nə edirsə etsin, ondan bu yaxşı əməllər qəbul olunmayacaq. Çünki bu əməllərə artıq virus düşüb. O 3 şey nədir? İzəstəkfərə əmələhu. Əgər Adəm övladı öz əməllərini çox sayarsa, insan öz yaxşı əməllərini çox sayarsa, ona çox görünərsə, özünə baxdıqda deyəcək: "Doğrudan da biz nə yaxşı adamıq. Bu qədər namaz qılırıq, bu qədər müstəhəb əməl edirik, insanlara xidmət edirik, gün ərzində bir neçə saat filan məsuliyyətli vəzifələrdə oluruq, dərs də alırıq, dərs də deyirik və s." Bu insana dəyən ilk zərbədir. İblis qarşısında ilk səngərin açıldığı yerdir. Bəzən görürük ki, bəziləri deyir: "Axı biz daha nə edək? Bu qədər iş görürük də." Onlara elə gəlir ki, etdikləri iş çoxdur. Onlar özlərini Allahın salih bəndələri ilə müqayisə etmirlər. O bəndələr ki, ömürlərinin bir anı belə ibadət, xidmət, xeyirli və gözəl işlərdən boş keçməyib. Və nəsiyə zəmbə və günahını unudar. İkinci məqam budur ki, öz günahını unudar. Nə günah? Deyə başqaları məndən daha günahkardır. İnsan adətən özünə qarşı yaxşı zənn edir. Bu qədər kiçik və böyük günahları, xətaları, qeybət, yalan, Allah eləməsin, iftira və müxtəlif rəzillikləri unudur, yadından çıxarır. Halbuki dualarda günah sözü ən çox işlənən sözlərdəndir. Məsələn, Kumel duasında oxuyuruq: "İlahi, mənim üçün o günahları bağışla ki, ismət pərdələri yırtır, bəlaları indirir, nemətləri dəyişdirir, duanın qarşısını alır, bəla nazil edir. Ey Allahım, etdiyim hər bir günahı və hər bir xətanı bağışla." Və dəxaləhul ucb və onun içinə özünə heyranlıq daxil olar. Üçüncü məqam ucbdur. Ən təhlükəli əxlaqi rəzilliklərdəndir. Təkəbbür deyil ha, ayrı şeydir. Bu heyranlıq əməl üçün deyil. Burada söhbət öz xüsusiyyətlərinə olan heyranlıqdan gedir. Yəni elmi, təqvası, səbrinə baxdıqda bunlar ona böyük görünər. Ax, sağ ol. Bəzən də şikayət edər ki, axı başqaları bizim bu yaxşılıqlarımızı niyə başa düşmürlər? Niyə qədrimizi bilmirlər? Bu 3 cəhət insanda formalaşdıqda iblis rahatlaşır. Artıq insanın nə qədər ibadət etməsi, oruç tutması, namaz qılması və s. bu kimi əməlləri onu narahat etmir. Çünki bütün bunlar batıl olacaq. Çünki artıq kirlənib bulaşıb, saf deyil. Allaha pənah.